güzel bir gün özlerim. Bu güzel günü bize nasip eden artık qeyd olundu, ama her birimizin borcudur yine de qeyd edək. Əlbəttə, bugünkü xoş günləri bize nasip eden şəxslər birinci növbədə bizim şəhidlərimizdir. Bəli, ikinci növbədə bizim qazilərimizdir. Əlbəttə, təkcə toylarda yox, her gün özümüze her birimiz sual etməliyik ki, biz bugün yaşayırıq bu Azərbaycan ölkəsində, Azərbaycan torpağında, Azərbaycan vətənində biz bugün yaşayırıq. Kime göre yaşayırıq? Əlbəttə biz əzlərin, biz şəhidlərə yaşayırıq. Biz bugün hansı ki toyu olan kardeşimiz Ehtiram Bey ve onun timsalında olan bütün gazilerimizin sayesinde biz yaşayırıq. Əlbəttə, amma artık Azərbaycan xalqına əzizlərim bilirsiniz ki, bu kesme-kesli dövrün keçdi. Əlbəttə, bizim şərəfimizi bize qaytaran o qazilərimiz, o şəhidlərimiz oldu. Hatta Ali Başkomandanımız başta olmaqla əlbəttə bu qələbəni o bize yaşattı ve o qeyd edir ki,